Salam, hər vaxtınız xeyir. Deməli, həndəsə bölməsindən zəif olan şagirdlər üçün belə bir test seçmişəm. İzahını verək, inşallah 6 aprel məzunları üçün də, blok şagirdləri üçün də faydalı bir test olacağını düşünürəm. Şəkildə ABCD paralelogramdır. Bizə AD-ni verib ki, 2-dir gənclər. Daha sonra DC-ni 5 verib. Sənə deyir ki, ADC bucağı 60 dərəcədir. Bu bucağımıza 60 dərəcə verib. Mən də bilirəm ki, paralelogramın bir tərəfli bucaqlarının cəmi 180 dərəcədir. 180 dərəcədən 60 dərəcənin çıxsam bura 120 dərəcə eləyəcək və qarşı tərəflər bərabər olduğuna görə 5-i köçürdəcəyəm bu tərəfə. Və mən bu qırmızı 3 bucağa baxsam, ağlıma o dəqiqə gəlir ki, iki tərəf və onlar arasındakı bucaq varsa, üçüncü tərəfi tapmaq üçün kosinuslar teoremi. Kosinuslar teoreminə görə bucağın qarşısındakı tərəfin kvadratı bərabərdir. Biz yazacağıq 2-nin tərəfi. Üzərinə gəlinsin 5-in kvadratı. 2-nin tərəfi nə idi? 2-nin kvadratı. Üzərinə gəlinsin 5-in kvadratı. Çıxılsın 2 vurulsun, 5 vurulsun, kosinus 120 dərəcə. Kosinus 120 dərəcənin də açılışını ümid edirəm ki, bilirik. Mən bunu yazacağım 90 üzərinə gəlinsin 30 şəklində. Kosinus 90 da sinusa çevrilənəcək. İkinci rübdə mənfidir. Mənfi sinus 30 eləyər. Yəni demək istədiyim 2-nin kvadratı 4, 5-in kvadratı 25 üzərinə gəlinsin olar. 2 vurulsun, 5 vurulsun. Bu sinus 30 da 2-də 1-dir yenə. Bunlar gedər. 29 üzərinə gəlinsin 5. Cavab eləyəcək nə? 1, 2-də 1. Bu 2-ni yazmamışam uşaqlar. Burada düsturun özündə də 2 var. Onu yazmadım. Deyəsən 20. Bəli. 29 üzərinə gəlinsin 20. BD kvadratı kök 39-dursa, BD-nin özü kökün altında 39-a bərabər olacaq. 2 nömrəli sualda nə deyilir? Şəkildə ABCD düzbucaqlıdır. Lap yaxşı. AD-ni 2 verib. DC-ni 4 verib. Sinus alfanı soruşur. Sinus alfanı soruşursa lap yaxşı. Mən nə fikirləşirəm? Mən hələ ki heç nə fikirləşmirəm. Yaxşı, düzbucaqlının diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Yəni və hamısı bir-birinə bərabərdir uşaqlar. Bizdə alfanı soruşur. Gəlin bura belə qoyaq. Bura bir dənə beta qoysam, bura bir dənə beta qoysam. Bu alfamız 3 bucağın xarici bucağı olduğuna görə 2 dənə betaya bərabərdir. Mən betanı niyə görə qoydum? Ona görə qoydum ki, uşaqlar, bura betadsa, mən bunun qarşıdakı katetin bitişik katetin nisbəti kimi yaza bilərəm ki, tangens beta bərabərdir. 2 bölünsün neçə? 4. Yəni 2-də 1. Bu qəşəng sualdır. 2 bölünsün 4, 2-də 1. Bizdə soruşur sinus alfanı. Sinus alfanı soruşur. Alfanı da yerinə gətirib 2 dənə beta qoyaram. Bu da yəni sinus 2 betanın açılışı lazımdır. Sinus 2 betanın açılışı 2 dənə sinus alfa kosinus alfa ilə təbii ki getməyəcək. Bizə tangens lazımdır. Belə bir düstur var idi. 2 dənə tangens beta bölünsün 1 üstə gəlinsin tangens kvadratı beta. Bu da eləyəcək 2 dənə tangens beta 2-də 1-dir. 1 üstə gəlinsin 2-də 1-in kvadratı 4-də 1. Bu da 1 bölünsün 4-də 5-dir. Bu da eləyəcək 4 bölünsün 5. Cavab C variantı. Çox qəşəng sual idi. Gələk növbəti suala. Növbəti sualda şəkildə ABCD paralelogramdır. OK perpendikulardır DC-yə. Burada bir dənə 90 dərəcə bucağımız var. ADC-miz. Bu bucağı bizə 30 dərəcə verir uşaqlar. AD-ni nədir? AD-ni tap. OK-nı 2 verilmiş. AD-ni soruşur. Paralelogramın bu diaqonallarının kəsişmə nöqtəsindən bura qədər olan məsafə, bura qədər olan məsafəyə bərabərdir. Burada 2-dir. Yəni bu bizim hündürlüyümüzdür. O hündürlüyü bura köçürsəm, mənim bu hündürlüyüm 4-dür. 30 dərəcəli bucağın qarşısındakı katetdə hipotenuzun yarısı olacaq. Onda belə çıxır ki, mənim hipotenuzum 8-dir. Variant B variantı. Bu 3-ü buradan silərəm. Elə gözüm bunu gördü. DK-mız 1K-dır. Sonra DC-miz 3K-dır. Bizə nə deyir? OK bölünsün AO-nu soruşur. Mən də burada nədən gedərəm? Bax, bu 3 bucaqla, bu balaca 3 bucaqla, bu 3 bucaq bir-birinə oxşardır. Niyə görə? Çünki burada qarşılıqlı bucaqlar var, bax bu ikisi. Və daxili çarpazlar da var, bu ikisi. Onda belə çıxır ki, müəllimə, DOK 3 bucağı oxşardır AOB 3 bucağına. İndi oxşarlıqda mən yazaram ki, bura 4K-dırsa, burada 4K-dır. Yazaram ki, gənclər, başlayaq kiçik 3 bucaqdan. Kiçik 3 bucağın oturacağının, böyüyünün oturacağına nisbəti, kiçik 3 bucağın yan tərəfinin, böyüyünün yan tərəfinə nisbəti, OA-ya nisbəti. Deməli, müəllimə belə çıxır ki, 4-də 1-ə nisbəti olacaq. Bu da belə getdi. 5 nömrəli sual. ABCD kvadratdır. ABY-ni bizə verib ki, 60 dərəcədir. ABY 60 dərəcədirsə, 2 paralel düz xətti 3-cü ilə kəsəndə uşaqlar, bax, 3-cü ilə kəsəndə əmələ gələn daxili çarpazlar bərabərdir. Yəni burada 60-dır.
Burada 30 dərəcə eləyəcək. BY-ni bizə 8 verib. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. 60-ın qarşısındakı bundan kökdə 3 dəfə böyükdür. Kvadrat olduğuna görə burada 4 kökdə 3-dür. Bizdə nə soruşur ümumiyyətlə? DY bölünsün YS-ni soruşur. Hə? 4 kök, bu DY-miz 4 kökdə 3 çıx 4 eləyər. Opşi 4 kökdə 3-dən 4-ü çıxaram. Yəni 4 kökdə 3 çıx 4-ü böl deyir YS-yə. YS-miz də 4-dür. Adelini bölə bilərəm. 4 kökdə 3-ü 4-ə bölsəm kökdə 3 eləyər. 4-ü də 4-ə bölsəm 1 eləyər. Cavab kökdə 3 çıxılsın 1. Gələk 6 nömrəli suala. Düzgün çoxbucaqlının xarici bucağının daxili bucağına nisbəti. Bu mənim düzgün çoxbucaqlım. Bilmirəm neçə bucaqlıdır. Xarici bucağı, burada birinci gəlirsə, xarici bucağımız onda 2K-dır. Daxili bucağımız isə 5K-dır. Mən də bilirəm ki, bunun xarici bucağı ilə daxili bucağının cəmi, gənclər, 180 dərəcəyə bərabərdir. Bir düz xət üzərində olduğuna görə. Onda K-mız bərabər eləyəcək 180 bölünsün 7-yə. Aydındırmı? Sonra bizə deyir ki, çoxbucaqlının tərəflərinin sayını tapın. Mən də bilirəm ki, istənilən çoxbucaqlının xarici bucaqlarının cəmi 360 dərəcədir. Yəni, hamısı 360-dırsa, bir dənə xarici bucağını bilməyə kifayət eləyər ki, 360-ı həmin bucağa bölüm. Onda bunun xarici bucağını taparam. Yəni, 2-ni vuraram 180 bölünsün 7-yə. Bu da eləyər 360 bölünsün 7. Bu mənim xarici bucağım eləyər, bir xarici bucağım. Ümumi xarici bucaqlar 360 dərəcədir. Bölərəm 360 bölünsün 7-yə. Tərəflərin sayını tapmaq üçün. 360-lar gələcək, burada da cavab 7 qalacaq. Şəkildə ABCD düzbucaqlı üçbucaqdır və bu kvadratdır. AC bərabərdir BC-yə. Bərabər yanlı olduğuna görə gənclər, bura 45-dirsə, burada 45-dir. Bura 90-dırsa, kvadrat veribsə, burada 45-dir. Demək istədiyim kvadratın tərəflərinə bir dənə x desək, 45-lər bərabər olduğuna görə burada x-dir. 45-lər bərabər olduğuna görə burada x-dir. AC-ni bizə verir ki, 3 kökdəkidir. Bura 3 kökdəkidirsə, burada 3 kökdəkidir. Onda bizim hipotenuzumuz bundan kökdəki dəfə böyük olar. 3 kökdəkini vuraram kökdəkiyə. Birbaşa yazmayayım. 6 alaram. 6-nın da içində 3 dənə x var. Yəni 3 dənə x-im 6-dırsa gənclər, x-im belə çıxır ki 2-dir. Bizdən balaca kvadratın perimetrini soruşur. Bizə tərəfin 2 tapmışıq. Onda 2-ni 4-ə vuraram. Cavab 8. Gələk 8 nömrəli suala. Düzbucaqlı trapesiyadır. Təpədən bir dənə hündürlük çəkərəm. Bu hündürlüyü köçürdərəm bura. Düzbucaqlı 30 dərəcəli bucağın qarşısındakı katet 4 kökdə 3-dürsə, 60-ın qarşısındakı bundan kökdə 3 dəfə böyükdür. Yəni 4 kökdə 3-ü mən kökdə 3-ə vuraram gənclər. Burada 12 eləyər. Burada 2-dir. Nə soruşduğunu bilmirəm, elə hamısını yazdım. 12 üstə gəl 2, 14 eləyər. Bu mənim paralleqramım eləyər 9-da. Paralleqramın deyir ki, tərəfləri 4 və 6-dır. Kiçik hündürlüyü böyük tərəfə çəkilən hündürlüydür. Bunu 5 verib. Böyük hündürlüyü kiçik tərəfə çəkilir. Bunu soruşur. Təbii ki, sahədən yazaram. Və yaxud AH A bərabərdir BH B-yə. Belə də yaza bilərik. Yəni 5 vurulsun 6 bərabərdir. Bura 4-dür. Burada bir dənə H yazaq. H vurulsun 4-ə bərabər eləyəcək. H da buradan bərabər eləyəcək. 30 bölünsün 4 uşaqlar. Bu da neçə eləyəcək? 7.5. B variantı. Düzgün çoxbucaqlının diagonallarının sayı n vurulsun n-3 bölünsün 2-dir. Bunu sənə 20 verib. Yəni buradan taparıq ki, n vurulsun n-3 40-dır. Bu da 8 ilə 5-dir də, düzdürmü? Bəli, n-miz 8-dir. Onun hər bir daxili bucağı 180 vurulsun n-2 bölünsün n-dir. N-in yerində bizdə 8 durur. 8-dən 2 çıxaram, 6 bölünsün 8. Bu da 2-yə ixtisar getsə burada 4 qalar, burada 3 qalar. 18-i 4-ə bölsən 16, 45 vur 3. Bu da neçə eləyir? Köməklik eləyin, 135 dərəcə. C variantı. Sonra gəlirəm 11 nömrəli suala. ABCD rombudur. Lap yaxşı. DAB 60 dərəcədə. Əvvəlcə biz onu bilirik ki, rombun bucağı 60 dərəcədirsə, diagonalı tərəfə bərabərdir. Bizdə də BC-ni 10 verib. Yəni tərəflər 10-dursa, kiçik diagonalımız da 10-dur. Bu da bilirik hardan gəlir. Çünki 60 dərəcədir. Bu bərabər yanlış bucaq var burada. 180-dən 60 çıxıb 2 yerə böləndə bərabər tərəfli 3 bucaq olur. 10, 10, burada 10 eləyəcək. Bizdən AC-ni soruşur. Bura eləyər gənclər, onun yarısı 5. Çünki rombun diagonalları kəsişir 90 dərəcəli bucaq altında və kəsişmə nöqtəsində yarıya bölünür. Mən buradan Pifagordan tapa bilərəm bu göy tərəfi. Göyə bir dənə el qoyaq. Yəni Pifagordan tapmasaq da görsənək ki, ora 5 kökdə 3-dür. Və yaxud da ki, onun kvadratından çıxaram 5-in kvadratını. Burada eləyəcəyi yenə 5 kökdə 3. Amma yarıya bölündüyü üçün 5 kökdə 3-ü 2-yə vuraram. Çünki mən yarısını tapmışam, ümumi diagonalı tapmamışam. Cavab 10 kökdə 3 eləyəcək. C variantı. Bu belə. İndi gələk o biri hissəsinə bunun. Düzdürmü?
Bunu SS götürək, gələk o bir hissəsinə. Bizə nə deyir? Bizə deyir ki, üzrlü sayın. Bizə deyir ki, 24 tərəfli düzgün ABCDEF çoxbucaqlısında FYK-mız 5 dərəcədir gənclər. Deməli, problemimiz nədir? Əgər bizə 24 bucaqlı dediyinə görə biz bunun bir bucağını tapa bilərik. O da bayaqki yazdığım düstur. 180 vurulsun n-2 bölünsün n. N-in yerində 24 qoyaram. Bu da eləyəcək 180 vurulsun 22 bölü 24. Kömək edə bilərsiniz. 180-i 24-ə bölüm. Vurum 22-yə. Mən kalkulyatorla eləyim, siz kalkulyatorla eləməyin. Mən yorulmuşam çünki. Bura 165 dərəcədir. Mənim bir bucağım 165 dərəcə. Burada da bir dənə açıq bucaq var. 180 eləməlidirəm. 165-in üzərinə 5 gələrəm. 170, 180-dən də 170-i çıxsam bura 10 dərəcə eləyəcək. Gənclər, burada 165 dərəcədir. Çünki düzgün 24 tərəflidən danışır. Burada bunun qonşusu 15 dərəcə eləyəcək. Burada 165 dərəcədir. Elə deyilmi? Burada bir dənə uçaq formalı fiqur var. Gəlin sizə başqa rəngdə göstərim onu. Bax, çərpələng. Bu fiqura görə bu 165 bərabərdir. 15 üstəgəl, 10 üstəgəl x-in cəminə. 165-dən də bu 25-i çıxsam 140 dərəcə eləyəcək. Bu da dəyişik bir maraqlı sualı idi. Sonra ABCD kvadratdır. DY 2-dir. Onda kvadratın tərəfi bura 2 plus x eləyər. Bu da kvadratın diaqonalıdır. 2 üstəgəl x kökdəki. Diaqonalı axı a kökdəkiyə bərabərdir. Və bu tənbölən olduğuna görə tənbölən xassəsi yadıma düşər. 2 üstəgəl x-i bölərəm 2-yə bərabərdir 2 üstəgəlinsin x-i. X vurulsun kökdəkini bölərəm x-a. Həndəsə bölməsi olduğuna görə rahatlıqla ixtisar edə bilərəm. Çünki tərəf 0 ola bilməz. Buradan da x-imiz bərabər eləyəcək. 2-ni kökdəkiyə vuraram. 2 kökdəki YB-ni soruşur. Hanı YB? O da x-dir. Rombun perimetri 64-dür. Onda rombun tərəfi 64-ü bölərəm 4-ə. 16 eləyər. Bu mənim rombumdur gənclər. Fikir verin. Rombun tərəfi 16-dır. Hündürlüyünü də 8 verib bizə. Bu da 90 dərəcədir. Yalnız 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda belə çıxır ki, iti bucağım 60 dərəcədir. Bizdən kör bucağı soruşur. 180-dən də 30-u çıxsam, sən demə bura 150 dərəcə eləyəcək. Gəlirəm 15 nömrəli suala. 15 nömrəli sualda bizə nə deyilir? Deyilir ki, şəkildə ABCD paralleqramdır. AB-ni bizə 4 verib, AD-ni bizə 3 verib. Yenə ADC bucağını ADC. Buranı 60 dərəcə verir. 180-dən 60 çıxaran bu bayaqki sualdır. 120 dərəcə eləyər. Bizə də deyir DB-ni soruşur. Bəli. Yenə kosinuslar teoremi uşaqlar. DB-nin kvadratı bərabərdir. 3-ün kvadratı, 4-ün kvadratı. Çıx. 2 vurulsun, 3 vurulsun, 4 vurulsun. Bunu birbaşa yazsam olar çünki bayaqlara mən yazdım mənfi sinus 30 dərəcəyə bərabərdir. O da 2-də 1. Bu da eləyər 9 üstəgəl 16, üstəgəl 2-lər gedər 12, 28, 37 eləyər. Bu da kökün altında 37. Sonra 16 nömrəli sual. Daxili bucaqlarının cəmi xarici bucaqlarının cəminin 3 mislinə bərabər olan. Uşaqlar, xarici bucaqlar 360-dır. 360-ı vuraram 3-ə. 0, 8, 1080. Deyir, daxili bucaqların cəmi də 180 vurulsun n-2-dir. Bu da 1080 eləyər. Onda belə çıxır ki, biz 1080-i bölərik 180-ə. Bölərik 180-ə. Bu da 6 eləyir. n-2. 6-dırsa n-imiz 8-dir. 8 tərəfliymiş. Bir daxili bucağının düsturu budur. 180 vurulsun n-2 bölən bərabərdir 135-ə. Buradan tənasüb kimi həll eləsək 180 n gəl açaq. Çıx 360 bərabərdir 135 n. 180-dən 135-i çıxsam neçə eləyər? 45 n eləyir deyəsən. 45 n-imiz 360-dır. Onda belə çıxır ki, 360-ı da 45-ə bölənə neçə eləyəcək uşaqlar? 8 eləyir deyəsən. Bəli, 8 eləyəcək. Gəlirəm bərabər yanlı ABCD trapesiyasında. Bizə BC-ni 3 verib. Digər tərəfdən də AD-ni 6 verib. Sənə deyir, M-in parçasının uzunluğunu tapmaq lazımdır. M-in parçasının uzunluğunu tapmaq üçün uşaqlar. Mən təbii ki, ya oxşarlıqdan gedəcəyəm bu misalda və yaxud da ki, elə birbaşa düsturla da gedə bilərəm. Fərqi yoxdur. Oxşarlıqdan deyəndə hansı tərəflərin oxşarlığından? Tutaq ki, bura bir dənə x deyərəm. Eyni zamanda bura bir dənə y deyərəm. Bura bir dənə n deyə bilərəm uşaqlar. Bu məsafələr hər ikisinə bərabərdir. Burada n deyə bilərəm. Bax, bu üç bucaqla bu tərəflə. Bu ümumi üç bucağın mən oxşarlığından gedəcəyəm. Gedib yaza da bilərəm. Amma birbaşa düsturumuz necə idi? Buradakı 2n bərabər idi gənclər. BC vurulsun AD vurulsun 2 bölünsün
BS üstəgəlinsin AD. Bizim şərtimiz bu idi. Çünki bizdən MN-i soruşur. Mən də yazacağam ki, MN bərabərdir. 2 vurulsun. BS-miz neçədir? 3. AD-miz neçədir? 6. Bölünsün 3 üstəgəl 6, 9. Cavab da buradan eləyəcəyik. 4. 19'da 10'un diagonallarından biri. Ufaqlar, D1'in kvadratı üstə gəlinsin, D2'nin kvadratı bərabərdir 4A kvadratına. Kökdə 15'in kvadratı 15, üstə gəl D2'nin kvadratı bərabərdir 4 vurulsun 6'nın kvadratı 16'ya. D2'nin kvadratı bərabərdir 64 çıxılsın 15'ə. Bu da neçə eləyəcək? 49 eləyər. Onda belə çıxır ki, diagonalımız 7'dir. B variantı. Daxili bucaq xarici bucaqdan 8 dəfə böyükdür. Yəni, bura bir dənə x qoysaq, bura 8x eləyər. 9x-imiz 180-dir təbii ki, bir düz xət üzərindədir. X-im 20-dir. Yəni, xarici bucağı biliriksə, 360-ı böləcəyəm 20-yə, 18 tərəfliymiş. Bu qədər gənclər, növbəti sınaqlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.